8 noyabr Zəfər günü münasibəti ilə Respublikamızın bütün bölgələrində yaşıllaşdırma və abadlıq tədbirləri çərçivəsində ağac əkmə aksiyaları həyata keçirilir. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən ölkənin müxtəlif rayonlarında minlərlə ağac əkilir. Ekologiya az xəbər verir ki, növbəti belə aksiya Meşələrin İnkişafı Xidmətinin 13 saylı regional meşə təsərrüfatı mərkəzinin xidməti ərazisinə daxil olan Yevlax rayonunun Aşağı Qarxun kəndində keçirilib. Tədbirdə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrafov, 13 saylı regional meşə təsərrüfatı mərkəzinin direktoru Məzahir Qasımov, Yevlax rayon icra hakimiyyətinin məsul şəxsləri, yerli bələdiyyə nümayəndələri və kənd sakinləri iştirak ediblər. Aksiya çərçivəsində əvvəlcə xidmət rəisi Ramik Əşrafov əvvəlki illərdə əkilmiş sahələrin aparılan işlərlə tanış olub, ağacların vəziyyətini yerində qiymətləndirib və mütəxəssislərə müvafiq tövsiyələr verib. Daha sonra yeni əkin sahəsində 1000-dən çox şərq çinarı tinqi əkilib və suvarma işləri aparılıb. Ağac əkimi zamanı iştirakçılar tərəfindən torpağın ümidləşdirilməsi, əkilən tinclərin köçsə alması üçün zəruri aqrotexniki tədbirlər yerinə yetirilib. Aksiya həm də gənc nəslin təbiətə və yaşıllığa olan münasibətini formalaşdırmaq, ekoloji dəyərləri təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır. 13 saylı regional meşə təsərrüfatı mərkəzinin direktoru Məzahir Qasımov qeyd edib ki, meşələrin bərpası və yaşıllıqların artırılması istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Biz yalnız bayram günlərində deyil, il ərzində mütəmadi olaraq ağac əkmə aksiyaları təşkil edirik. Məqsədimiz həm ekoloji tarazlığın qorunmasına, həm də gələcək nəsillər üçün sağlam və yaşıl mühitin yaradılmasına töhfə verməkdir. 8 noyabr 2025-ci il Zəfər bayramı münasibəti ilə bildiyiniz kimi ağac əkmə aksiyası keçirilir. Bakı-Qazax magistral yolunun sol hissəsində biz 1000 ədəd şərq çinar cinsindən olan ağacın əkini gördüyünüz kimi həyata keçiririk və Ekologiya Təbii Sərvətlər Nazirliyinin cümlədə Meşələrin İnkişafı Xidməti tərəfindən qarşımıza qoyulan bütün göstərişləri biz çalışırıq ki, yüksək səviyyədə yerinə yetirək və bax bu gün, bu 8 noyabr Zəfər gününü bizə bəxş etdiyi üçün ölkə başçı, hörmətli cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarına biz öz minnətdarımızı bildirib bütün kollektivimiz adından ki, bax bu günü bizə yaşatdı. Sonda aksiya iştirakçıları Zəfər gününün əhəmiyyətini vurğulayaraq şəhidlərin xatirəsini yad edib və yaşıllıq hərəkatının genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər. Dilbər Əzizli, Fərdə Qafarqızı, Fikrət Qədimli, Bölgə TV.